Bircə ki, bunu biz ən çox da Qəzzada gördük. Qəzzada uşaqların oyun oynaması artıq uşaqlar da qəbullanıb belə vəziyyəti və fikirləşirlər ki, axı biz uşağı böyüyəcəyik. Bu vaxta qədər biz o oyunlarımızı harada oynayaq, məcburdular belə yerdə oynasınlar. Bilirsiniz, yəni uşaqlar qəbullanıb demək də bir qəbahət. Uşaq deyir, gördüyünü götürər. Neynəsin, yəni uşaq gözünü açıb güllə səsi görüb, raket görüb, elə bilir ki, belə də olmalıdır. Yəni dünya bu cürdür. Amma elə deyil, yəni, elə deyil. Dünya bugün uşaqların gördüyü Qəzzadan ibarət deyil. Nə yaxşı ki, onlar, bilmirəm, hərdən sevinirəm ki, nə yaxşı ki, onlar dünyanın başqa cür olduğunu görmürlər, yoxsa uşaq ürəkləri partlayar. Həqiqətən bir uşaq bilsə ki, əylənməyin imkanları Qəzzadakindən milyon dəfə daha artıqdır və onlar milyon dəfə daha yaxşı uşaqlıq yaşaya bilərdilər. O balaca ürəkləri partlayar. Bir uşaq ki, gözünü açandan ancaq cənazələr görür və o oyuncaqla elə də davranmalıdır. Bu psixoloji cəhətdən uşağın nə dərəcədə sarsıldığının əyani sübutudur bu kadrlar. Bu faciədir. Uşaq bəli, geyindirər, onun qabağına qumdan elə ayağının altındakı qumdan necəsə yemək bişirər qoyar, amma bu uşaqlar artıq hər hansı bir insanın çiyinlərdə getdiyinin şahid olublar ki, bu kadrlarda yəni atmayın hər şeyi Allahın üstünə. Sözə qüvvət. Atmayın hər şeyi taleyin, qismətin, yaradanın üstünə. Bunu biz eləyirik. İnsan eləyir bunu.